Azərbaycanda fəaliyyət göstərən banklar insanların ömrünü, gününü məhv edir, bitirir. Faizlər kəllə çarxa qalxıb. Banklar 25-30%-dən pul krediti verirlər. Nə zaman bunun qarşısı alınacaq? Nə zaman Azərbaycan parlamentində bu faiz məsələləri müzakirə olunacaq? Yoxsa bu banklar insanların ömrünü, gününü çürüdür. Hörmətli deputatlar, Azərbaycan Respublikasının Milli Məclisi, nə zaman faiz məsələsini müzakirə edəcəksiniz? Banklar 25-30%-dən pul verir, kredit verir. Kifayət qədər fantastik rəqəmdir. Niyə Azərbaycan vətəndaşına bu zülmü verir banklar? Azərbaycanda az qala hər kəsin banka kredit borcu var. Və bu kredit borcuna görə insanlar öz həyatlarını normal yaşaya bilmirlər. İnsanları bu kredit, bu faiz bataqlığından xilas etmək lazımdır. Bankların qarşısına müəyyən bir limit qoyulmalıdır. Deyə bilərsiniz ki, heç kəsi kredit götürməyə banklar məcbur etmir. Bəli, banklar məcbur etmir. Amma yaşadığımız sosial mühit məcbur edir. Bahalaşma məcbur edir. Təbii ki, mən mənasız yerə, iPhone üçün, telefon üçün, gəzmək üçün kredit götürənləri nəzərdə tutmuram. Amma xəbəriniz varmı? Əməliyyat üçün də kredit götürənlər var. Övladını evləndirəndə kredit götürənlər var. Uşağını oxutmaq üçün kredit götürənlər var. Yəni ciddi məsələlər üçün də kredit götürməyə məcbur olan insanlar var. Ən azı insanların kredit götürmək səbəbi araşdırılmalıdır. Bu insanlara xüsusi güzəşt olmalıdır. O kəslər ki, əməliyyat üçün, müalicə üçün kredit götürür. Bu kreditlərin faizi çox aşağı olmalıdır. Xüsusən də övladını oxutmaq üçün bankdan kredit götürənlər bunu çox aşağı faizlə götürməlidirlər. Banklar insanların evlərini əlindən alır, maşınlarını əllərindən alır, güzaranlarını bərbad günə salır. Neçə vətəndaş bank kreditinə görə intihar elədi. Yəni ölkəmiz üçün bank kreditləri kifayət qədər aktual mövzudur.